Əziz 11-cilər, indirect speech testində yeni artırılmış suallardan əziyyət çəkirsiniz. Bunu nəzərə alaraq part 2-ni paylaşıram. Suggest-dən sonra ing gəlməlidir. Ki yanlışdır, çünki suggest-dən sonra obyekt gəlməz. Suggest that mübtəda should plus məzdər tozsuz tamamilə düzgün. 4 yanlışdır. Ki suggest-dən sonra obyekt gəlməz. Cavab olur 1-3, yəni Y variantı. Suggest-dən sonra ing gəlməz tamamilə düzgün. Mübtəda plus should məzdər tozsuz tamamilə düzgündür. 3 yanlışdır, çünki obyekt gəlməz. 4 yanlışdır, çünki obyekt gəlməz. 5 tamamilə düzgündür. Mendative, subjunctive. Yəni mübtəda plus V1 tozsuz. Burada zaman anlayışı yoxdur. 1, 2, 5 cavab olur Y variantı. Recommending qaydası eyni suggest-də olduğu kimidir. Mendative, subjunctive, yəni zaman anlayışı yoxdur. 1 tamamilə düzgündür, mübtəda should plus məzdər tozsuz. 2 tamamilə düzgündür, özündən sonra feil ing gəlir. 3 yanlışdır, obyekt gələ bilməz. 4 yanlışdır, obyekt gələ bilməz. 5 tamamilə düzgündür, mübtəda plus məzdər tozsuz. Cavab olur 1, 2, 5, yəni B variantı.